Qışdı, hava buz kimidir. Sən də mən kimi yadarıxmısan? Getdik avqust ayına. Deməli, bimin oğlu və ailəsi gəlmişdilər. Biz bal evinə getdik. Bu videoları niyə o vaxt paylaşmadım bilmirəm, amma axotum yox idi. Amma bu bir dənə gözəlliyə baxın. Mən çox sevirəm qışda oturub belə yay qax videolarına baxmağı. Çünki illüziya kimi gəlir adama, ləzzət eləyir. Deyirəm, real görünmür. Ümumiyyətlə bu bal evinin çox yeməkləri çox dadlı idi. Havası çox belə gözəl idi. Yəni, bu hava sakit. Burada piskini qoyuram ayaqqabılarımı, amma yox, kaşlar quruyar. Sonra gedirik, burada baldan hazırlanan kremlər və digər məhsullar var. 2 dənə krem alırıq, birini mənə alırlar. Hələ də istifadə edirəm bu arada onu dodaq balzamı olaraq, amma ağır tərkibi var. Ay Allah, bu bəbələr, bunlara vurulmuşdum mən. Bütün gün onlara baxa bilərdim. Bu qız elə bir aktris olmaq üçün yaradılıb. Çox keçəcəkdi. Sonra gedirik yuxarı lokal kafeyə. Biz əslində bu videonun axırında kilsəyə gedəcəyik, amma bu kilsəni partikdə paylaşacağam. Bu yol mənim məktəb yolumdur bu arada uşaqlar. Yəni hər gün qışı boranın məktəbə gedirdim sevməsəm də. Nəysə, buna da şükür gedirik lokal kafeyə. Buranı çox sevirəm. Ümumiyyətlə buranı görüb dedim yayı 3 ayı orada keçirəcəm. Burada marojnalı kofemizi içirik, yeyirik. Adını bilmirəm, siz bilirsiniz. Biraz bura valideyn olmaq məsuliyyətlərdən danışırıq və mən onlara görə biraz qəribə bir cinsəm. Və sonra düşürük aşağı. Kilsə buradan biraz aşağıdadır və içini göstərəcəm sizə. Çox qəşəngdir. O zaman part 2-də görüşərik.